%93. Faiz şəklində göstərin. Uşaqlar, ədədi faiz şəklində göstərmək üçün faiz nəyin yanındadır? 100%-i nə edirik uşaqlar? Ağlımızda saxlayırıq. Deməli, bunu nəyə vuracam? 100%-ə vuracam. Faiz nəyin yanında olur? 100-ün. Deməli, ədəddən faizə keçəndə nə edirik uşaqlar? 100%-ə vururuq. 100%-ə vuranda 0-dan 0 ixtisar gedir. Sonu 0-dan 5-lə bitən ədədlər neçəyə ixtisar gedir uşaqlar? 5-ə. Onu 5-ə böləndə 2, 25-i 5-ə böləndə 5 düşür. 93-ü vururuq 2-yə, bölürük neçəyə? 5-ə. 6, 186, 5'e böləndə 15 250 elə bir bax 37,2 37,2 15 36 7 və 37 tam onda neçə düşdü uşaqlar? 5 düşdü. Elə cavabımız var mı? Baxırıq nömrə neçəyə uşaqlar? 2-yə. C variantı olur. 0,12 birinci gəlir. 45% sonra gəlir. Ədəd birinci gəlir. Faiz sonra gələndə nə edirik uşaqlar? Vururuq. 100'ə vurur. 45%-ə böləcəm. Neçəyə uşaqlar? 100%-ə. Bərabərdir. 0,12-ni 45'ə vurmaq üçün 0,12-ni istəyirəm ki, bütöv ədəd olsun. Vergüldən sonra neçə rəqəm var uşaqlar? 2 dənə. 2 rəqəm var. 2 dənə sıfır olan nədir? 100. Bunu 100'ə vuranda bunu neçəyə vuracam? Surəti 100'ə vuranda məxrəc də 100'ə vurulur. Çünki eyni bir ədədə vurmaq olar, eyni bir ədədə nə etmək olar? Bölmək olar. Bölmək. Müəllimə, İndi bərləşdirək. mən onu bir də başa sala bilərsiniz? Bax, birinci ədəd sonra faiz gələndə nə edirik? Vururuq 100%-ə bölürük. Məsələn, 3-ün 4%-ni tapın deyir. Birinci ədəd sonra faiz gəlir. Onda nə edirik? Vururuq 100%-ə bölürük. Əgər birinci faiz sonra ədəd gəlirsə, onda bu faiz məxrəcdə yazılır. 3'ü 100'ə vuracağıq. Aydın oldu mu? Faiz birinci gəlirsə, məxrəcdə yazılır. Məxrəc nədir? Aşağı hissədir. Surət nədir? Yuxarı hissədir. Vergüdən sonra 2 rəqəm var. 2 dənə sıfırdan vergül gedir. Nə qalır uşaqlar? 12 qalır. Məqsəd nə idi 100'ə vurmaqda? Bütöv ədəd almaq istəyirdim. Bütöv ədəd almaq üçün nəyə vurdum? 100'ə vurdum. 12'ni vururam 45'ə, bölürəm 10.000'ə. 100'ü də 100'ə vuranda 10.000 eləyir. 12'ni vururam nəyə? 45'ə. Neçə eləyir uşaqlar? 540 eləyir. Bölürəm 10.000'ə. Bir dənə sıfırla bir dənə sıfır gedir. 54'ü 1000'ə böləndə neçə olur uşaqlar? 1, 2, 3. 1, 2 çatmayana 0 tam 1000'də neçə oldu uşaqlar? 54 oldu. 54. Düz değil mi uşaqlar? Bəli. İndi bundan da deyir ki, kvadrat metrindən verib desimetrə keçin. Desimetrə keçmək üçün onda neçə olur? 5,4 olur. Aydın oldu mu uşaqlar? Birinci ədəd sonra faiz gələndə nə edirik uşaqlar? Vururuq 100%-ə bölürük. Ədədin faizini tapanda. Nömrə 3'ə baxaq. 5 kiçikdir x plus 3 kiçik bərabərdir. Neçə verib uşaqlar? 8 verib.
Natural həllərinin cəmini tapın deyir. Uşaqlar, kiçikdir, böyükdür. Balığın ağzı açıqdırsa nə deməkdir? Böyükdür deməkdir. Böyükdür. Balığın ağzı bağlıdırsa nə deməkdir uşaqlar? Kiçikdir. Kiçikdir deməkdir. Uşaqlar, hər iki tərəfdə böyükdür, bərabərdir, kiçikdir, bərabərdir işarələrinə nə deyilir uşaqlar? Bərabərsizlik deyilir. Uşaqlar, hər iki tərəfdə işarələr varsa buna nə deyilir? İki qat bərabərsizlik deyilir. Yəni bir tərəfində yox, iki tərəfində işarə var. Deməli, bu necə bərabərsizlikdir? İki qat bərabərsizlikdir. Uşaqlar, üstə gəl üst-üstə aşağıda nə olur? Çıxma olur. Hər tərəfdən nəyi çıxacaq? İki qat bərabərsizlik olduğuna görə hər iki tərəfdən üçü nə edirəm uşaqlar? Çıxıram. X kiçik bərabərdir 5, kiçikdir neçə qalır uşaqlar? 2 qalır. İndi 2 kiçikdir x kiçik bərabərdir neçə veribdir? 5 veribdir. Və bizə də deyir ki, natural həllərinin cəmini tapın. 2 daxildirmi? Burada bərabərdir işarəsi varmı uşaqlar? Yoxdur. Deməli 2 daxildir. 2-dən sonra nə gəlir? 3, 4, 5'e kimi. 5 daxildirmi? Bərabərdir var. Bəli. Və bunların da cəmini soruşur. Neçə olacaq uşaqlar? 12 olacaq. 12. Aydın oldu mu? Bəli. Aha. İndi baxalım. Nömrə neçəyə? 4-dən. Nömrə 4-də A bərabərdir 8,3. B bərabərdir 4,4 veribdir. 5A çıxılsın 3B ifadəsinin qiymətini soruşur bizdən. Uşaqlar, 5 ilə A-nın arasında nə var yazılmayıb? Heç nə yoxdursa nə var? Vurma. Heç nə yoxdursa nə var? Vurma var. İndi A-nın qiyməti nədir uşaqlar? 8,3. B-nin qiyməti nədir uşaqlar? 4,4. 4,4. 15, 40,3 eləyir. 12, 13,2 eləyir. Uşaqlar, vergülün altından yazılır. 1, ondan 3, 7, 27 tamamda neçə oldu uşaqlar? 1 oldu. Düzmü elədim? Düzmü vurdum mən? 27 tamamda 8'dir. Bir de düzmü vurmuşam. 15 eləyir bu. 5 rahat 15 bir yada. 40, 41 tamamda 5 eləyir. 13 tamamda 4 rahat 4, 12 bir yada. 12, 13, 13 tamamda 2. 41 tamamda 5'ten 3, 8, 28 tamamda neçə elədi? 3 elədi. 3. Oldu hansı variant uşaqlar? A variantı. Aydın oldu uşaqlar. Bəli. Sonra baxalım nömrə 6-ya. Saat 12-yə kimi dərsdə olacam. 12-dən sonra gecə yarı saat atacam. Sabahları baxarsınız kayda. Yaxşı mı rahat? Müəllimə, Aha. axı biz 5 yazırıq. Hə, 5. 5 yazırıq. Hə, 5 yazır. 5-ci. Uşaqlar, 5-də deyir ki, A dəyişəninin hərflər riyaziyyatda nədir uşaqlar? Dəyişəndir. A dəyişəninin hansı qiymətində? A dəyişəninin hansı qiymətində 8A ifadəsinin qiyməti 3A ifadəsinin qiymətindən 95% böyük olar. Bu 8A'dır, bu 3A'dır. 95 vahid böyük olar. Vahid böyük olar deyəndə üzərinə gəldik. Nəyin üzərində nəyə gələcəm bilmirəm. Hansı azdırsa onun üzərinə gəlin.
A A'nın yanına keçir. 8A yerində qalır. 3A bərabərliyin bu üzrə keçir. Olur neçə? 95. 5A bərabərdir 95 olur. A da bərabərdir 19 olur. Vurmadır. Aşağıda bölmə olur. 95'i də 5'ə böləndə 19 düşür. Aydın oldu mu uşaqlar? Bəli, bəli. Aha. İndi uşaqlar. Məsələn, bircə dəqiqə uşaqlar, üzr istəyirəm. Bircə dəqiqə uşaqlar. Aha. Uşaqlar. İndi bizə nə veribdir? 9x çıxılsın 4x çıx 13 bərabərdir. Neçə veribdir uşaqlar? 27 veribdir. Düz deyilmi? 27 veribdir. İndi uşaqlar, nömrə keçəyin 6-ya. Nömrə 6-da 9x çıx 4x çıx 13 bərabərdir 27 verir. Və bunun da 45%-ni tapın deyir. 9x-dan 4x çıxıram. Neçə x qalır? 9-dan 4 çıxıram, 5x qalır. Çıx 13 bərabərdir. Neçə oldu uşaqlar? 27 oldu. Çıxarsa aşağıda üstə gəlmə olur. 27-nin üzərinə neçə gəlirəm? 13 gəlirəm. 13. 5x bərabərdir. 10, bir yadda 40 elədi. Vurma da aşağıda bölümü olur. 40-ı da 5'ə böləndə neçə oldu uşaqlar? 8 oldu. 8. İndi bunun da 45%-ni deyir tapın. 8 birinci gəlir, faiz sonra gəlir. Vururam, 100%-ə bölürəm. 8 məxrəc sıfırlardan ibarətdirsə, olduğu kimi qalır uşaqlar. Olduğu kimi qalır. Bircə dəqiqə. Aha. Deməli uşaqlar, məxrəc sıfırlardan ibarətdirsə, olduğu kimi qalır. 45'i vuracam nəyə? 8'ə. 0 yazaq 4 yadda 360 eləyir. Burada nə yazıram uşaqlar? 360 yazıram. Bu sıfırdan bu sıfır ixtisar gedir. İxtisar nədir? Yəni yoxa çıxır. 36-nı 10'a böləndə 36'nın özünü yazırıq. Bir dənə sıfır arxadan bir rəqəm ayırıram. Neçə oldu uşaqlar? 3,6 oldu. Vergüllə olanlara necə kəsirlər deyilir? Onluq kəsirlər deyilir. Aydın oldu mu uşaqlar? Bəli. Aha. İndi uşaqlar. Y bərabərdir 3x çıx 1 funksiyasına uyğun deyil. Hansı koordinat cütü? Müəllim, mən bilmirəm. Koordinat cütü nə deməkdir? Uşaqlar, bax bu qrafikdir. Buna y oxu deyilir. Buna x oxu deyilir. Uşaqlar, x-a absis deyilir. Y-ə ordinat deyilir. Ümumiyyətlə, cütlük necə işarə olunur?
X, Y kimi işarə olunur? Birinci X gəlir, sonra Y gəlir. Birinci absis gəlir, sonra ordinat gəlir. Ordinat Y-dir, absis X-dir. Uşaqlar, bizə də deyir ki, məsələn, A variantında verir 1, 2 götürüyür. X-in yerinə nə durur uşaqlar? 1 durur. Y-in yerinə nə durur uşaqlar? 2 durur. Aydın oldu mu? X-in yerinə nə qoyuram? 1 qoyuram. Harada Y var yerinə nə qoyuram uşaqlar? 2 qoyuram. İndi Y-in yerinə 2 qoyuram. 2 bərabərdir. 3 ilə X-in arasında nə var yazılmayıb uşaqlar? Vurma var. 3'ü vururam nəyə? X-a. X-in neçədir uşaqlar? 1'dir. 3'ü vururam 1'ə, çıxıram 1'i. 2 bərabərdir 2 oldu. 2 2'yə bərabər ola bilərmi? Bəli, ola bilər. Ona görə A variantı nədir uşaqlar? Doğrudur. Şərtimi ödəyir. Y bərabərdir 3x minus 1 şərtimi ödəyir. Ancaq məsələn B variantında qoyaq 3 ilə 8. Birinci X gəlir, X-in 3'ə bərabərdir. İkinci Y gəlir, Y-in 8'ə bərabərdir. Y-in yerinə 8 qoyuram. 3 ilə bunun arasında vurma var. 8 bərabərdir 8'ə. Eləmi elədir uşaqlar? Bəli, elə. Bizdən də uyğun deyili soruşurmuş. Mən uyğunu götürmüşəm. Uyğun deyil deyir. Uyğun deyil. Bu uyğundur. Deməli A variantı da deyil. B variantı da uyğundur. Bizdən deyili soruşurmuş. C variantı 4 və 10'a baxın. X-in yerinə 4 durur. X-in yerinə 4 durur uşaqlar. Y-in yerinə nə durur? 10 durur. Birinci X gəlir, sonra Y gəlir. Birinci X-in yerinə 4 durur, ikinci Y-in yerinə 10 durur. Y-in yerinə 10 qoyacağım, X-in yerinə 3 ilə bunun arasında heç nə yoxdursa vurma var. 3'ü vuracağım, X-in qiymətinə 4'ə çıxacağım 1'i. 10 bərabərdir, 3 vuraq 4, 12, 12'dən 1 çıxıram 11. 10 11'ə bərabər ola bilərmi? Ola bilməz. Deməli, C variantı mənim şərtimə uyğun deyil. Bizdən də uyğun deyil soruşur. Deməli, hansı variant olacaq uşaqlar? C variantı olacaq. Double var mı? Aa, double var. Tamam. Səslərini bax. Televizorun səsi. Aha. İki ardıcıl, uşaqlar, səsləri bağlayın. İki ardıcıl tək natural ədədin 2 dənə ardıcıl ədəd götürək. Müəllim bilmirəm, X götürürəm. Müəllim bilmirəm, X götürürəm. 2 dənə ədəddir. Birinci, ikinci ədəd. Ardıcıl tək ədədin. Tək ədəd neçə gəlir? 1 gəlir. X plus 1'dir. Ardıcıl dalbadal deməkdir. 1'dən sonra tək ədəd neçə gəlir? 3 gəlir. Demək, o bir ədədində neçəymiş? X plus 1 ilə X plus 3 imiş. Və bunların ədədi ortası. Məsələn, 3 ilə 4'ün ədədi ortasını tapın deyəndə uşaqlar. Deməli, nə edəcəm? 3 ilə 4'ün ədədi ortasını tapın deyəndə 3 ilə 4'ü toplayacağım, yarıya böləcəm. Bu ədədlərin cəminin sayına nisbəti ədədi ortanı verir. Məsələn, 3 ilə 4'ün 7'nin ədədi ortası deyəndə toplayın, sayına bölün. Yəni 1, 2, 3 dənə ədəddir. 3'ə nə edəcəm? Böləcəm. Bunların ədədi ortası toplayıram, sayına nə edirəm uşaqlar? Bölürəm. Və bizə deyir ki, 240'ın 25%'dən kiçikdir.
Ağzı yumuq tərəf nə deməkdir? Kiçik deməkdir. Kiçikdir. Nədən? 240-ın 25%-dən. Uşaqlar, 240-ın 25%-i nə edir? Baxın, 241-ci gəlir, faiz sonra gəlir. Faiz belə şair olunur. 241-ci gəlib, faiz sonra gələndə vururuq, 100%-ə nə edirik uşaqlar? Bölürük. İndi uşaqlar 0-dan 0 gedir, 24-ü 25-ə vurağın. 0 yazaq. 2 yadda 10, 12, 8, 4, 0, 10, 600 eləyir. 24-ü 0-dan 0 ixtisar gedir. Müəllim, niyə ixtisar aparmırıq sonra? Məxrəc sıfırlardan ibarətdirsə, heç vaxt ədədlə bunu ixtisar eləməyin. 24-ü 25-ə vuranda 600 eləyir, bunu da 10-a bölürəm, sıfırlar gedir. Neçə qaldı uşaqlar? 60 qaldı. 60. Bunun yerinə nə yazacağım uşaqlar? 60 yazacağım. İndi bizə deyir ki, bu ədədi kiçikdir, bu ədəd böyük ədədi tapın deyir. 1x, 2x toplayanda elədi 2x. 1, 3 elədi 4. Bölürəm 2-yə kiçikdir. Nədən? 60-dan. Uşaqlar, bunun məxrəci yoxdursa nə yazıram? 1 yazıram. Bunu buna vururuq. Bunu isə buna vururuq. Çal çarpaz vururuq. 2x plus 4-ü 1-ə vuranda, ədədi 1-ə vuranda ədədin özü eləyir. 2x plus 4-ü də 1-ə vuranda 2x plus 4-ün özü eləyir. 60-ı da 2-yə vuranda neçə eləyir? 120 eləyir. Uşaqlar, x-də gərəksə aşağıda nə olur? Çıxma olur. 2x kiçikdir 116-dan vurmadır. Aşağıda heç nə yazılmayıbsa vurma var. Aşağıda olur bölmə 58. 116-nı 2-yə böləndə 58 mi düşür? Bəli. Uşaqlar, indi x 58-dən nədir? Kiçikdir. 58-dən kiçik hansı ədədlərdir? 57, 56, sakinəyə kimi, 1-ə kimi. İndi ən böyük ədədi tapın deyir. Ən böyük bu ədədlərin içərisində neçə olacaq? 57. Əgər burada bərabərdir işarəsi olsaydı 58 daxil olardı mı uşaqlar? Bəli. Olar. Bərabərdir işarəsi olsaydı 58-ə bərabər olacaqdı. İndi uşaqlar sizə testi atacağım. Natural ədədlərin testini həll edin. Başqa bir kitabdan. Yanım bircə dəqiqə. Gözləyin, səbr eləyin. 60-cı testdə 40-60-cı 139-dan o deyirsiniz. Bəli. Yəni uşaqlar bunu biraz çətinliklə anladınız. Ona görə yanım başqa testi atın. Bircə dəqiqə uşaqlar. Səbr eləyin. Səbr eləyin. Sizə hər cür test işlədəcəm ki, gedib sınaqda 25 dənə sualın 25-ini də düz yaza biləsiniz. Yanım. Natural ədədlər. Kamera hardadır bu çəkim? Bircə dəqiqə.
Uşaqlar, deməli, natural ədədlərdən yanın qoyatın qrupa bir-bir izahını verəcəm. Diqqətlə qulaq asın. Sonra da evə çalışmalar verəcəm. Deməyin ki, asandır müəllim. Deməyin, sonra çətinləşdirilmişə keçəndə bilməyəcəksiniz. Çünki asanı bilmək lazımdır ki, çətinləşdirilmişi bilə biləsiniz. Diqqətlə qulaq asarsınız. Görün bir dəqiqə. Aha. Aha. İndi uşaqlar, Əkob Əbob dərsini keçmişəmmi hamıya mən? Bəli. Bəli. Kursun tələbələri keçmişəmmi sizə də? Müəllimə keçməmisiniz, amma mən bilirəm. Yəni, qoyun məlumat verin. Uşaqlar, yadınıza salın. Birlə istənilən ədəd qarşılıqlı sadə ədəd olur. Məsələn, 1 ilə 3, 1 ilə 7, 1 ilə 8, yəni 1 ilə 100, nə bilim belə. Yəni 1 ilə istənilən, yəni ixtiyari ədəd necə olur? Qarşılıqlı sadə ədəd ola bilir. Uşaqlar, deməli, məsələn, Əkob nədir? Əkob belə yazılır. Ən kiçik orta bölən. Baş hərfləri nədir? Ə, K, O, B. Oldu da uşaqlar. Əkob. Əbob da nə deməkdir? Ən böyük orta bölünən deməkdir. Uşaqlar, məsələn, Əkob verir 1 ilə 9-u hesabla. Müəllim, 1 ilə istənilən ədəd qarşılıqlı sadə ədəd olur. Qarşılıqlı sadə ədədlərin əkobu bunların hasilinə bərabər olur. 9-a. Yəni, neçəyə uşaqlar? 9-a bərabər olur. Bunların hasilinə. Hasil nə deməkdir? Vurma deməkdir. Bəs yaxşı, əbobu nəyə bərabər olur? 1 ilə 9-un əbobu 1-ə bərabər olur. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu onların hasilinə bərabər. Ən böyüyünə. Aha, baxın görün, birinci qarşılıqlı sadə ədədlərdir. Uşaqlar, bir də var. Qarşılıqlı sadə ədədlər. 2 dənə sadə ədəd necə ədəd olur uşaqlar? Qarşılıqlı sadədir. İkisi də sadədir, qarşılıqlı sadə olur. İkisi də sadədir, qarşılıqlı sadə. İkisi də sadədir, qarşılıqlı sadədir. Sonra bir sadə, bir mürəkkəb qarşılıqlı sadə ola da bilir, olmaya da bilir. 3 ilə 8, 3 hər ikisinin bölənləri yalnız birlərdirsə, bunlar necə ədədlərdir? Qarşılıqlı sadə. Hər ikisinin bölənləri, məsələn, 3'dür. Bundan birdən başqa neçəyə bölünür hər ikisi? Birdən başqa neçəyə bölünür? 3'ə bölünür. Birdən başqa böləni varsa, bu qarşılıqlı sadə olmur. Yadınızda qalacaqmı uşaqlar? Sonra, məsələn, uşaqlar, məsələn, 81 ilə verib 9. Qarşılıqlı sadədirmi bunlar uşaqlar? Bəli, müəllim. 9 çünki 9'a bölünür. 9'a bölünür. bunların
Atomu 81, əbobi isə 9-dur. Aha, birdən Mən başqa səslərini 9-a eşitmirəm. bölünürsə bu qarşılıqlı sayda ola bilərmi? Ola bilməz. Yox, ola bilməz. Birdən başqa 9-a bölünürsə bu qarşılıqlı sayda ola bilməz. İndi mən hansı səhifə neçəni atmışam qrupa deyin açım kitabı. Mən 24. Səhifə 24, 25. Aha. Mən 24 25. Mənim biz İndi uşaqlar bizə deyir ki, əkol 72 90-ı tapın. Müəllim, baxıram ki, bunlar qarşılıqlı sadə deyil. Qarşılıqlı sadə deyilsə, vuruqlara ayıracağam. Vuruqlara ayırma nə deməkdir? Belə xətt çəkirəm, belə xətt çəkirəm, yazıram. Birinci 72 ikiyə bölməliyik. Mənim 2-yə bölünür eləyir 36. Mən səslərdən eşitmirəm. Uşaqlar, sonra bir-bir soruşacağım. Qoyun mən danışım da. Birinci 2-yə bölməliyik. 2-yə bölünmürsə 3-ə bölürük. 3-ə bölünmürsə 5-ə bölürük. 5-ə bölünmürsə 7-yə bölürük. 7-yə bölünmürsə özünə bölürük. Özünə. İndi sonucu bitdiyinə görə bəli 2-yə bölünür. 36 düşür. 36-nı 2-yə bölürəm. 18 düşür. 4-6-ya bölürük. Necə? 6-ya bölünmə yoxdur. Qayda belədir ki, 2-yə bölməliyəm. 2-yə Ən bölünmürsə kiçiyi 3-ə bölməliyəm. 3-ə bölünmürsə 5-ə bölməliyəm. 5-ə bölünmürsə 7-yə bölməliyəm. 7-yə bölünmürsə özünə bölməliyəm. Bəzən 11-ə də bölür bəzi müəllimlər. Ehtiyac yoxdur. 36-nı 2-yə bölürəm. 18. Aydın. 2-yə bölürəm 9. 3-ə bölürəm 3. 3-3-də bir dəfə. 90-ı 2-yə bölürəm. 45, 2-yə bölünmür. 3-ə böləcəm. 15, 3-ə bölürəm. 5, 5-5-ə bir dəfə. Uşaqlar, əkobda birini götürürük. Ürəyim istəyir, birini götürürəm. Məsələn, ya 72-ni, ya 90-ı. Ürəyim istəyir, 90-ı götürürəm. 90-ı götürdümsə, 90-a baxmıram. 90-a baxmıram. Baxıram 72-yə. Minus qoyduğum yerdə varmı? Var. Üstündən xətt çəkirəm. Yox, bu yoxa çıxdı artıq. Minus qoyduğum yerdə varmı? Yoxdur. Olmayanı yazırıq. Vur yazırıq olmayan. Minus qoyduğum yerdə varmı? Yoxdur. Olmayanı yazırıq. Minus qoyduğum yerdə var. Üstündən xətt çəkirəm. Var. 90-ı 4-ə vururam, eləyir 360. Aydın oldu uşaqlar. İndi məsələn, ürəyim Müəllim. 72-ni götürürəm. Bəli, eşidirəm. Mən axı 5-dən mən 72-də yoxdur. Mən onda 5-i götürmürük. Hansı 5-də? Yox, Mən indi bax, indi 72-ni götürürəm. 72-ni yazdım. Artıq 90-a baxacağım. 72-ni götürdümsə, o birisinə baxıram. 2 burada var. Varmı burada? Var. 3 burada var. Varmı? Var. 3 burada var. Varmı? Burada var. 5 burada var. Varmı burada 5? Yoxdur. Olmayanı yazıram, vur 1. Neçə oldu uşaqlar? 360 oldu. Aydın oldu mu uşaqlar? İndi diqqətlə qulaq asın. Məsələn, deyir ki, əkol 48 ilə 72-ni tapın. Əkol 48 ilə 72-ni tapın deyir. Müəllim, mən bunu tez Evklit qaydasından eləyə bilərəm. Evklit qaydası üstündə yazmaq. Ancaq vuruqlara ayırmanı məsləhət bilirəm sizə. Müəllim, mən desəm olar. Yox, diqqətlə qulaq asın, sonra sizi dindirəcəm uşaqlar. İndi 48-i 2-yə bölürəm. 24. 2-yə bölürəm. 12. 2-yə bölürəm.
6. 2'yə bölürəm. 3. 3'ə bölürəm. Bəli. 2'yə bölürəm. 36. 2'yə bölürəm. 18. 2'yə bölürəm. 9. 3'ə bölürəm. 3. 3'ə bölürəm. 1. İkisindən birini götürün. Ürəyim istəyir 48'i götürürəm. Artıq 48'ə baxmıram. Baxıram 72'nin vuruqlarına. 2 burada var. Plus koyduğum, minus koyduğum yerde var mı? Var. Plus koyduğum, minus koyduğum yerde var. Plus, minus koyduğum yerde var. Plus koyduğum, minus koyduğum yerde var. Bu 3 var mı burada? Bu getdi. Bunu saymayın. 6. Bunu saymayın. Bu plus koyduğum var mı bu olmayanların içinde? Xeyr, müəllim. Neçə elədi uşaqlar? 144 oldu mu? 8 də uşaq oldu. Bəli, müəllim. İndi məsələn, mənim ürəyim istəyir 72-ni yox, 72-ni götürmək. Götür 72-ni, eybi yoxdur. Yenə cavab 144 alacaq. İndi 72-yə baxmıram. Baxıram neçəyə 72-ni götürdümsə, o birisinə baxıram. 48-ə. 2 burada var, var. 2 burada var, var. 2 burada var, var. 2 burada var mı? Yoxdur. Vur 2 yaz. 3 burada var, var burada. 72'ni də 2'yə vuranda neçə elədi uşaqlar? 144 oldu. 144. Olmayanı yazırsınız. Birini götürdünüzsə, o birisində, bu birisində olmayanı yazırsınız. Aydın oldu mu? Hə? Bəli, müəllim. Çox sağ ol. Bəli, bəli. Aha. İndi uşaqlar diqqətlə qulaq asın. Deyir ki, 5 ədədi ilə 5 ədədi ilə məsələn nömrə 53-ə baxalım. 5 ədədi ilə qarşılıqlı sayda olan ədədləri göstərin. 3 7 10 21. Qarşılıqlı sayda ədədləri göstərin deyir. 5 ədədi ilə. 5 ilə 3 qarşılıqlı sadədirmi? İkisi sadədir. Qarşılıqlı sadədir. 7 ilə 5 ikisi də sadədir. Qarşılıqlı sadədir. 5 ilə 10 hər ikisi nəyə bölünür? 5'ə bölünür. Birdən başqa böləni varsa başqa sadə ola bilərmi? Ola bilməz. Deməli A variantı ola bilməz. Keçək B variantına. 5 ilə qarşılıqlı sadə olanlara. Uşaqlar, indi baxağın. Məsələn, B variantında verir 5, 13, 15, 18. Uşaqlar, 5 ilə 5 qarşılıqlı sadədirmi? Xeyr. 5'ə bölünür. Birdən başqa 5'ə bölünür. Bu da getdi. Keçək C variantına. 7, 15, 13, 20. Uşaqlar, 15 ilə 5 qarşılıqlı sadə ola bilərmi? Baxın 5 ilə 15. Hər ikisi 5'ə bölünür. Ola bilməz. Ola bilməz. Yalnız Çünki birə 5'ə bölünürsə, bölünür. yalnız nə deməkdir? Tək birə bölünürsə qarşılıqlı sadə ola bilər. Deməli, bu da ola bilməz. Keçək D variantına baxaq. D variantı. 3, 7, 10, 15. Uşaqlar, indi 3, 7, 10, 15. 5 ilə 3 qarşılıqlı sadədir. 5 ilə 7 qarşılıqlı sadədir. 5 ilə 10 qarşılıqlı sadə ola bilərmi? Hər ikisi 5'ə bölünür. Ola bilməz. 5'ə bölünür. Y variantına baxaq. 3, 9, 7, 12. Sadədir. Uşaqlar 3 ilə 5'i götürək. 5 ilə deyir, hansı ədədlər qarşılıqlı sadədir? Hansı variant demək istəyir? 5 ilə 3 qarşılıqlı sadədir. 9 ilə 5 qarşılıqlı sadədir. Sadədir. Bunun da biri sadə bir mürəkkəbdir. Hər ikisi yalnız birə bölünür. 7 ilə 5 hər ikisi sadədir, qarşılıqlı sadədir. Bəli. 5 ilə 12 hər ikisi yalnız birə bölünür, qarşılıqlı sadədir. Deməli, hansı variant olacaq E uşaqlar? variantı. Y variantı. E. Sonra
ki, nömrə 56-da A ədədi B-nin böləni olarsa, A ədədi B-nin böləni olarsa, Əçob AB-ni tapın. Əçob AB-ni tapın. Bərabərdir. Nəyə uşaqlar? Suala. İndi uşaqlar, Əçob AB-ni tapın. A ədədi B-nin nəyidir? Bölənidir. Böləni. Deməli, A nədir uşaqlar? Bölən. Böləndir. B nə olacaq uşaqlar? B nə Bölünən. olacaq? Bölünən. İndi bölən bölünəndən nə olur? Kiçik. Bir olur. A böləndir, B bölünəndir, bölünür. A da onu böləndir, bölür. Deməli, bölən kiçik olacaq, bölünən böyük olacaq. Rəqəm veribmi? Verməyibdir. Ədəd veribmi? Verməyibdir. Harada tapa bilərik? Təxmini ədəd götürülür, xəyali ədəd. Yəni ki, 3-dən 6. 6 3-ə bölünürmü? Bölünür. Bölünürsə, Əçob nədir? Ən kiçik deməkdir. Tərsinə nəyə bərabər olur? Ən böyüyə. Yəni nəyə? 6-ya. 6-ın yerinə nə durur uşaqlar? B durubdur. Aydın oldu uşaqlar. Bəli. Baş tutmadım əməlimə bu. Baxın uşaqlar. Deyir ki, A ədədi B-nin bölənidir. Deməli, A nədir uşaqlar? Böləndir. Bölən nə olur uşaqlar? Kiçik olur. Onda B nə olacaq? Bölünən olacaq. Bölünən nə olur uşaqlar? Böyük olur. İndi 6 3-ə bölünürmü? Özümüzdən ədəd verdi, xəyali ədəd. 6 3-ə bölünür. Bölünürsə, Əçob ən kiçikdirsə, bölünəndə tərsinə ən böyüyə bərabər olur. Böyük nəyin yerinə durub? B-nin yerinə durub. Deməli, nəyə bərabərdir? B-yə bərabərdir. Nömrə 56 belə olur. Baxalım, nömrə neçəyə? 57-yə. Əçob AB-ni tapın deyir. A ədədi B-nin böləni olarsa. Deməli, A ədədi böləni olarsa, Əbob AB-ni tapın. Əbob AB bərabərdir suala. A ədədi B-nin böləni olarsa. Deməli, o nədir? Böləndir. B-nin bölənidir da. Böləndir. A bölənsə B nə olur? Bölünən olur. Bölənsə bu 3 olur, bu 6 olur. 6 3-ə bölünürsə, Əbob ən böyüksə, tərsinə nəyə bərabər olur? Ən kiçiyə. Yəni neçəyə? Ən kiçiyə, yəni 3-ə bərabər olur. 3-ün yerinə nə durur? A durur. Əbob ən böyüksə, bölünəndə tərsinə ən kiçiyə bərabər olur. Deməli, nəyə bərabər olacaq uşaqlar? Nəyə bərabər olacaq? A-ya bərabər olacaq. 3-ə. 3-ə. Aydın oldu mu bu da? Bəli. Aha. İndi baxalım. Nömrə 58-ə. 21773 72.075 7'ye. Alınan qalığı tapın. Durub bunu buna vurub 7'yə mi böləcəksiniz? Kəsr xətti müəllim bölmə deməkdir, böləcəyik. Xeyr, uşaqlar. Uşaqlar, qalıq böləndən nə olur? Kiçik olur. Üçü götürdün mü? Qalıq böləndən nə olur uşaqlar? Kiçik olur. Bölürəm nəyə? 7'yə. Qalıq neçə qaldı uşaqlar? 1. Bir. Qalıq böləndən hansı kiçikdirsə,
axırına baxırsınız. Hansı kiçikdirsə, bu böləkdir. Kəsr xətti bölək demək. Bu böləndir də, onları bölür. Qalıq böləndən kiçik olmalı. Demək, kiçik olan qalığındır. Deməli, qalığın neçədir burada? 3'dür. Burada 7'dən kiçik hansıdır? 5'dir. Deməli, qalığın da 5'dir. Qalıqların hansını böldürəm 7'yə? 3 vuraq 5, 15. 15'i 7'yə böləndə qalıq neçə qaldı? 1 düşdü. 1. Uşaqlar, indi məsələn, nömrə baxağın 59'a. 24, 81, 63, 32.645, 8'ə bölünməsindən alınan qalığı tapın. Uşaqlar, 3 qalıqdan nədir? Kiçikdir. Kiçikdir. 5 8'dən nədir? Kiçikdir. 15'i 8'ə böləndə qalıq neçə qalır uşaqlar? 7'də. 7. 15'dən 7. 7. 8 üçün. İndi nə sizdən 5 dəfə böyüyəmsə, siz məndən 5 dəfə nəsiniz? Kiçiksiniz. Kiçik. Kiçiksiniz. 5 dəfə kiçiksiniz siz məndən. İndi uşaqlar, deyir ki, qismət bölünəndən 5 dəfə azdır. Böləni tapın. O da 5 dəfə böyük olacaq da. Bəli. Aydın oldu mu? Bir dənə ədəd verəndə həmin ədədin özünə. Uşaqlar, əgər məsələdə həm sözü varsa, nəyini tapırsınız? Bölən. Əkobunu. Santimetr veribsə, nəyini tapırsınız uşaqlar? Əkobun. Əkobunu. Həm sözü varsa, nəyini tapırsınız uşaqlar? Əkobunu. Santimetr veribsə, nəyini tapırsınız Əkobu. uşaqlar? Əkobun. Əkobunu. İndi məsələdə diqqət edin. Deyir ki, sinifdə olan şagirdləri həm 9-9, həm də 12-12 cərgəyə düzmək olur. Sinifdə ən azı neçə şagird olduğunu tapın. Əkob nəyi tapacaqsınız? Mənim 9'u vuracaq 12'ye. Elə ola bilər. Yox. Bura bax. 9 ilə 12'nin nəyini tapacaqsınız? Ən kiçik söz. Əkobunu. Əkobunu. 9 ilə 12 qarşılıqlı sadə ədədlərdir ki, vurursunuz bir-birinə. Xeyr, qarşılıqlı sadə ədəd deyil. Xeyr. Neçə bölünür? Deyil. 9 bölünsün 3, 1. 12, 3, 4, 2, 1. 12'ni götürdüm. Bunda olmayan. 3, 36. Deməli, çoxu neçə oldu uşaqlar? 36. Deməli, sinifdə neçə şagird var imiş? 36. 36. Mən 3'e niyə böldünüz? Bir başı 2'ye bölünür axı. 12. 12 2'ye bölmədim. Heç nə olmaz. Kitab rəfində olan kitabları həm 8-8, həm 10-10 bağlamalara yığmaq olur. Rəfdə ən azı neçə kitab olduğunu tapın. Həm sözü var. Nəyini tapacağım uşaqlar? Əkobunu. Əkobunu. 8, 10. 8-dən 10'un nəyini tapıram? Əkobunu. Əkobunu. Gəlin bunu Evklit qaydasından eləyək. Evklit qaydasında başa salın, bəlkə başa düşdünüz. Ya vuruqları ayırmadan görün bu asandısa bunu götürün. Bu 2 vurulsun 4'dür. Bu 2 vurulsun neçədir? 5. Burada ortaqları, eyniləri, bərabərləri nə edirik? Mötərizəni nə edirik? Çölünə çıxarır. Çölündə yazırıq. Əkab nə qaldı? 2'ni çıxartdım, nə qaldı? 4 qaldı. Burada da neçə qaldı? 5. 4 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Hasilinə bərabər olur. 20'yə. 20'nin də qabaqda 2 vuraq var. 20'də 2'yə vuranda neçə oldu? 4 oldu. Buna deyilən Evklit qaydası. Bir də var Əkob. Neçəni tapırdıq biz? 8 ilə 10. 8 ilə 10'u. Bir də var sadə vuruqlar ayırma. Hansı asandısa o yoxlayın.
8-i 2-yə bölürəm. 4 2-yə bölürəm. 2 2-də bir dəfə. 10-u 2-yə bölürəm. 5 5 5-də bir dəfə. İkisindən birini götürürəm. Məsələn, ürəyim istəyir onu götürürəm. İndi onu götürdümsə 8-ə baxıram. 2 burada var, burada var. Burada 2 yoxdur. Burada 2 burada yox. Neçə oldu uşaqlar? 40. Neçə Ama oldu 40. uşaqlar? 40. 40. 40 oldu. Asa. Müəllim neçə dəqiqə qaldı dərsin bitməsinə? Hə, uşaqlar, indi bitirirəm, tamamlayıram. Evə verirəm qalanlarını, eləyirsiniz. Yəni, qoy kaydı yandırım.